Ordubad rayonunda bir ailə qəzaya düşüb. Hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb. 69 BF 289 dövlət nömrə nişanlı Hyundai markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü. Ordubad rayon Qoşadizə kənd sakinləri 36 yaşlı Tağıyev Tural Bəşiroğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxşəli qızı, övladları 9 yaşlı Tağıyev Vüqar Turaloğlu və 9 yaşlı Tağıyeva Səma Tural qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib.